Biznes TV-də günün iqtisadiyyat xəbərləri ilə qarşınızdayıq. 2024-cü ildə Azərbaycan Kredit Bürosu MMC təsisçilərinə 7,6 milyon manat dividend ödəyib. Əldə edilən məlumata görə bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur. 2030-cu ilə qədər 4-cü sənaye inqilabı texnologiyaları 170 milyon yeni iş yerləri yaradacaq, 92 milyon iş yeri isə bağlanacaq. Bunu İqtisadiyyat Nazirliyinin 4-cü sənaye inqilabının təhlili və koordinasiyası mərkəzinin icraçı direktoru Fariz Cəfərov 4C Akademiyası çərçivəsində keçirilən milli proqram layihəsinin açılış mərasimində deyib. Aqrar sığorta müştərək sığorta şirkətinin səhmdarlarının pay bölgüsü dəyişəcək. Aqrar sığorta müştərək sığorta şirkəti ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olacaq. Məlumata görə buna səbəb səhmdarlardan birinin Bakı Sığorta ASC-nin ləğv olunması və bu proses çərçivəsində müştərək müəssisədəki payının geri götürülməsidir. 1995-2024-cü illər ərzində Türkiyədən Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyaların ümumi dəyəri 4,5 milyard ABŞ dolları təşkil edib. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin 6-cı dönəm seçkili ümumi yığıncağında bildirib. Azərbaycan və Almaniya arasında yaşıl enerji sahəsində əməkdaşlıq müzakirə edilib. Bu barədə müzakirələr Energetika naziri Pərviz Şahbazovla Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixail Harms arasında keçirilən görüşdə aparılıb.